Değerli tələbələr, bu gün sizlərlə birlikdə fiqur ardıcılıqları mövzusunun izahına birlikdə baxacağıq. Hər suala necə yanaşacağımızı, sualları işlədikcə sizlərə daha aydın göstərəcəyim. Misal üçün, birinci sualımız. Belə bir sualla qarşılaşırıq. Bəli, fiqur ardıcılığıdır. Bax, görək necə bir ardıcılığım var. Əgər baxıram, birinci fiqurdan ikinci fiqura keçərkən necə dəyişib? Əgər fikir versəniz, 45 dərəcə hərəkət edibdir. 45 dərəcə hərəkət edib. Həmçinin ikincinin üçüncüsünə keçərkən də 45 dərəcə hərəkət edibdir. Ondasa mən də bunu 45 dərəcə hərəkət elətdirsəm, necə alacağım? Alacağım, baxın, belə düz formada. Əldə biraz yaxşı çəkə bilmədim. Bunu düzəldək. Deyək ki, belə. İndi, əgər belədirsə, B variantım, D variantım gedir. İndi balaca bu dairəyə fikir versək, artıq məsəlemiz həll olur. Baxın, bu yenə 45 dərəcə hərəkət elədi, durdu burada. Bu 45 dərəcə hərəkət elədi, gəldi bura. İndi hansı hissədə duracaq? Baxın, aşağı hissədə. Yenə Y variantım doğru olmuş olur. Gəlirim yenə ikinci suala. Hər bir suala fərdi yanaşacağıq. Necə yəni? Baxın, bunun içərisində A-larım var, düzdürmü? A-lar hərəkət edir. Çünki fikir versəniz əgər, bu olduğu kimi dayanıb və yaxud da 180 dərəcə dönüb, bunun heç fərqi yoxdur bizim üçün. Deməli, nə olacaq? Fikir verirəm, baxın, bu 2 dənə A hərfimə. Bu 2 dənə balaca A hərfim. Gəlir növbət dəfə burada dayanırmı? Bax, növbət dəfə yan hissədə dayanacaq ki, burada yenə keçsin bura. Yan hissənin dayanacaqsa, C variantım getdi, A variantım getdi, Y variantım getdi. Qaldım B və D variantına. Baxın, hər ikisində bu şəkildə dayanıbdır. Həmçinin digər ikisinə də baxsaq, onlar da elədir. Ondasa nə edirəm? Nəyə baxırıq? Baxırıq tək olana. Bu tək olanım. Yaxşı, gəlin izləyək. Mən bunları təmizləyim. Sizlər onu yaxşı görün. Deməli, baxsaq buradan. Deməli, bu balaca A hərfim necə hərəkət edib? Baxın, gəlib bura. B deyək. 1 dama, 2 dama. 2 dama hərəkət edib. Sonra hara gəlibdir? Deyəsən tərsinə gedir. Bu tərəfə yox, digər tərəfə gedir. Bəli, çünki burada, baxın, dördüncü də təzədən qayıtdı bura. Və yaxud da buradaydısa 2 dama gələcək. 1, 2 bura. Buradan bura gəlməsi yox. Biraz çətin olar. Ondasa demək ki, bu ayım hərəkət eləyir, gəlir bura. Neçə dama? 1, 2, 3 dama. İndi bu A hərfim hərəkət eləsin 3 dama hara? 1, 2, 3. Burada duracaq. Yəni, baxın, A variantında, B variantında kimi. Ondasa, baxın, növbəti halda, əgər burada dayanıbsa, 1, 2, 3, burada dayanmalıdır. Bəli, baxın, dördüncü də burada dayanıbdır. Yəni, hər bir hərfə işarəyə fərqi yoxdur. Nə edirik? Fərdi yanaşırıq. Cavabımız B variantı. Növbət keçək. Fərqli bir suala. Misal üçün, baxaq, 3 ilə 5 eynidir, 5-i izah edirəm. 5-ci suala əgər baxsaq, görərik ki, bəzən C hərfi görünüb, bəzən isə görünməyib. Amma görünən yerlərdə fikir versəniz, baxın, burada, burada, burada. Yəni, bu nə deməkdir? Yəni, deyir ki, C hərfi hərəkət eləmir. Eyni qayda B hərfinə baxın. Burada da B görünməyibdir. Deməli, B hərfi burada, burada, burada. Bu nə deməkdir? Yəni, B və C hərfləri yerini dəyişdirməyəcək. Dəyişibdirsə, C-yi başqa yerdə görürsünüzsə silin. B-ni başqa yerdə görürsünüzsə silin. İndi bir də var ki, A hərfi, sadəcə A hərfi hərəkət edir. Gəlin, indi A hərfinin, baxaq görək necə hərəkət edir. Hərəkət istiqamətinə baxsaq, sualımızı bilmiş olacağıq. Yaxşı, A hərfi, baxın, buradaydı. İkincə gəldi bura, keçdi bura. Demək ki, nə edir? Saat əqrəbi istiqamətində bir dama hərəkət edir. İndi hara keçibdir? Bura keçib, növbəti hara keçsək, baxın, bu C-nin yerinə keçsək, düzdürmü? C-nin yerinə keçəcəksə, qoyun, bunu mən sizin üçün çəkim. Gözləyin. C dedi ki, burada duracaq, B də burada duracaq. Əgər belədirsə, A hərfi buradan keçsəksə C-nin yerinə, C görünməyəcək. Nəyə görə? Baxın, buradan da keçəndə C görünməmişdi, düzdürmü? Ondasa C görünməyəcək. C-nin yerində A duracaq, yuxarı hissədə B duracaq yerində. Yəni, eyni A variantında kimi.
Sonra baxırıq başqa bir suala. 7-ci suala baxa bilərik. 7-ci sualda fikir verirəm ki, baxın, ilk öncə nəyə baxıram? İlk öncə baxıram. Baxın, bu balaca xətt var. Bu daha qalındır. Digəri daha incədir. İncə xəttə deyək. İncə xəttə baxıram. İncə xəttim. Baxın. İstəsəz bunları nömrələyə də bilərsiniz. Tutaq ki, bura 1 deyin, 2 deyin. Nömrələyə də bilərsiniz. Aha, necə baxıram? Bunun hər birinin arasında baxın 2 dənə ara qalıbdır. Və burada da 2 dənə qalıbdır. Burada da 2 dənə qalıbdır. Ondasa 2 dənə qalmalıdır. Misal üçün baxın burada 3 dənə qalıbdır, səhvdir. İncəyə baxırıq. 2 dənə qalıbdır, düzdür. 2 dənə qalıbdır, düzdür. Baxın burada 1, 2, 3 dənə qalıbdır, getdi. Burada da 2 dənə qalıb, düzdür. Yaxşı, indi gəlin hərəkətinə baxaq. Görək necə hərəkət eləyir. Əgər sadəcə bundan çıxmasa baxacağıq qara olana. Əslində qara olana baxsaq elə variantımız çıxar. Gəlin qara olana baxaq. Nəyə görə? Baxıram ki, burada qara xəttin birləşməsində arada heç nə qalmayıb. Burada bir dənəsi qalıb. Düzdür, baxın bir dənəsi qalıb. Burada neçə dənəsi qalıbdır? Burada baxın 1, 2 dənəsi qalıb. Biri heç nə qalmadı, yəni 0. Burada 1, burada 2, növbəti 3 dənəsi qalacaq. Ondasa qarada 3 dənəsi qalsın. C variantı onsuz getmişdi. 3 dənəsi qalacaqsa baxın 1, 2, 3. Ondasa nədir? B variantım doğru olmuş olar. A ilə Y-də heç birində 3 dənə qalmayıb, buna görə getmiş olur. Fərdi yanaşırıq. Bizə nə verirsə, ona fərdi yanaşırıq. Fərqli bir suala baxaq. Misal üçün baxırıq 9-cu suala. 9-cu sualda yuxarıdakına baxırıq. İlk öncə hər birinin yuxarı hissəsində olan fiqura baxırıq. Yuxarı hissəsində necə dayanıbdır? Baxın buradan. Sol hissədə, qara tərəf sol hissədə dayanıb. Yuxarı hissədə, sağ hissədə, harada dayanacaq? Aşağıda dayanacaq, düzdürmü? Və bütün variantlarım doğrudur. Heç bir variant getmiş olmur. Onda qalxıram, qayıdıram daha doğrusu. Başqa bir şeydən baxaq. Misal üçün nədən baxaq? Bu yandan baxaq. Sol hissədə. Soldadır, yuxarıdadır, sağdadır. Növbəti aşağıda olacaq. Aşağıda olacaqsa C getdi, B getdi, D getdi. A ilə Y-nin üçüncünün fərqinə baxaq. Görək üçüncüdə nədir? Üçüncüdə baxıram ki, burada sol aşağıda, sol yuxarıda keçdi sağ yuxarıya və sağ aşağı keçəcək. Sağ aşağı keçəcəksə A variantım doğru olmuş olar. Növbəti başqa bir suala baxsaq. Eyni qayda 11, hər birinə fərqli baxırıq. Baxaq 13-cü suala. Görək belə bir fiqur ardıcılığı verəndə necə yanaşarıq. Baxırıq, yenə eyni qayda. Baxın, buradakı ox işarəsinə baxıram. Birinci yerdə durub, ikinci yerdə durub, üçüncü yerdə durub. İçərisinə baxmayın, içərisini boş verin. Sadəcə fiqura baxın. Elə də yanaşa bilərsiniz, amma gərək yoxdur hələ ki. Birinci yerdə, ikinci yerdə, üçüncü yerdə, dayanacaq neçənci yerdə? Dördüncü yerdə, düzdürmü? Dördüncü yerdə dayanacaqsa C düzdür, D düzdür. C və D-də ox işarəsi dayanıb harda? Dördüncü yerdə. İndi növbəti baxıram, bax bu fiqura. 2-də dayanıb, 3-də dayanıb, 4-də dayanıb, qayıdacaq təzədən hara? 1-ə. Çünki 5 yoxdur, məcbur qayıdır 1-ə. 1-də dayanacaqsa C də düzdür, D də düzdür. Fərqli birinə baxaq. Növbəti bu ulduz kimi olana baxaq. 1-də dayanıb, 2-də dayanıb, 3-də dayanıb. Yox, səhv oldu, bir dəqiqə gözləyin. 1-də dayanıb, 2-də dayanıb, 1-də dayanmayıb, 3-də dayanıb başda. Mən səhv yanaşdım. 3-də dayanıb, 4-də dayanıb, qayıtdı 1-ə, indi burada olacaq 2-də, düzdürmü? 2-də olacaqsa cavabımız C variantı doğru olmuş olar. Başqa bir sualın izahına keçək. Misal üçün baxa bilərik 14-cü suala. Baxsaq belə bir 14-cü sualın izahına. Əgər oxların istiqamətinə baxsaz, burada görəsiniz ki, oxlar əks istiqamətdə dayanıb, düzdürmü? Burada eyni istiqamətdə dayanıb. Növbəti yenə əks istiqamətdə dayanıb. Burada necə dayanacaq? Eyni istiqamətdə. Əks istiqamətdə olanları silirik. Qaldıq C, D, Y-nin arasında. İndi baxırıq bir-bir nələrə? Bundan işimiz qutardı. Yəni əksi, eynini silək. Növbəti baxaq. İstiqamətlərinə, necə hərəkət etdiklərinə. Baxırıq ki, bir dənəsi, baxın, bir dənəsi sabit qalıbdır.
bu ikinci olaraq qəbul eləsək, baxın, ikinci olaraq qəbul eləsək bunu, birincini yuxarıdakı götürək. Gəlin onda yuxarıdakına baxaq. Bir dənəsi eyni qaldı, yuxarıdakı hərəkət edir. Baxın, bu buradan həm biraz böyüyüb, uzanıb deyək, həm də neçə dərəcə? 45 dərəcə hərəkət edibdir. Növbəti buna baxıram. Yenə həm uzanıb, həm də 45 dərəcə hərəkət edibdir. Sonra buna baxıram, saat istiqamətində hərəkət edir. Yenə 45 dərəcə saat əqrəb istiqamətində hərəkət edəcək və biraz daha uzanacaq. Onda saat D və Y variantında kim olacaq? Düzgün cavabımız D variantı olacaq. Niyə? Çünki baxın, bu yuxarı hissədə dayanır. Baxın, bu hissəsini keçməyəcək. Bu balaca bunun sağ hissəsinə keçməyəcək. Həmişə solunda qalıbdır. Ona görə D variantımız doğru olmuş olacaq. Heç balacanın istiqaməti onsuz da eyni idi. Sadəcə D ilə Y-nin fərqi oradan ki, uzunun sağında qalır, yoxsa solunda qalır. Fikir versəniz, hamısında solunda qalırdı. İndi 15-ci suala baxaq. 15-ci sualda, gözləyin. 15-ci sualda birinci ilə ikinci fiqur arasında baxırıq ki, necə bir dəyişiklik olub. Əgər baxsaq ki, burada üstəgələk eyni qalıb. Nələr? Çıxma və vurma yerini dəyişib. Gəlin indi ikinci ilə üçüncü arasındakı fərqə baxaq. Burada üstəgələk sabit qaldı. Sabit yazım ki, unutmayaq. Sonra burada nə sabit qaldı? Baxın, hər ikisində çıxma sabit qalıb. Üstəgələk və vurma yerini dəyişibdir. Deməli, çıxma sabit qaldı. Üçüncüdən dördüncüyə keçəndə, baxın, nə sabit qaldı? Bu dəfə vurma sabit qaldı. Baxın, vurma işarəsi burada sabit qalıbdır. Burada. Digərləri yerini dəyişib, vurma. İndi qaydırıq başa. Yəni necə? Baxın, toplama, çıxma, vurma. İndi yenə toplama sabit qalacaq. Toplama sabit qalacaq. Əgər toplama sabit qalacaqsa, yəni aşağıda qalacaqsa, baxın, bir dənə C variantımız doğru olacaqdır. Növbət, keçək başqa bir suala. Misal üçün, baxa bilərik. 18-də fiqurlar getsə bir-birinə yaxınlaşır. 19-cu sual maraqlı sualdır. Gəlin 19-a baxaq. 19-cu sualda baxırıq ki, 1 dənə idi, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə, növbəti 6 dənə olacaq. 6 dənə olacaqsa, A variantı getmiş olar. Sonra nələrə diqqət edirəm? Baxıram ki, mənə verilən ki, bu hamısı var. Burada heç birində ağ ilə ağ yan-yana gəlməyib. Yəni, heç qara ilə qara da yan-yana gəlməyib. Bu nə deməkdir? Burada nə getmişdi? A variant getmişdi. Ağla ağ yan-yana gəlməyib, qara ilə qara yan-yana gəlməyib. Hər dəfə bir ağ, bir qara olubdur. Ondasa baxın, D variantındakı 3 dənə ağ yan-yana gələ bilməz. 2 dənə qara yan-yana gələ bilməz. Qaldıq B və C-nin arasında. Gəlin B ilə C, görək hansı olar. Yanaşırıq. Necə yanaşırıq? Baxın, burada bir dənə idi, ağ idi. Burada ağın yanına bir dənə qara gəldi. Soluna gəldi. Baxın, indi bu ikisi burada dayanıb. Sonra sağına bir dənəsini də əlavə edib. Hər dəfə qara əlavə edir. Yox, hər dəfə qara əlavə eləmir. Niyə? Baxın indi. Bu 3 dənə burada dayanıbdır. Bu dəfə sağına, bağışlayın, soluna əlavə elədi. Nə üçün? Çünki niyə ağ, niyə qara? Bunun fərqi yoxdur. Əgər qaranın yanına əlavə edəcəksə, ağını əlavə edir. Ağın yanına əlavə edəcəksə, qara əlavə edir. Sadəcə ağ, qara bir yerdə olmamalıdır. Yəni, yanaşı olmamalıdır. Soluna, sağına, soluna. Burada sağına əlavə elədi. Gəlin bunu da göstərim. Baxın, buradakı 4 dənə var. Burada eynən dayanıb. İndi bu olduğu kimi dayanacaq. Sol hissəsinə bir dənə ağdırsa qara əlavə edəcək. Yəni qara ilə başlayacaq. Cavabımız B variantı doğru olmuş olur. Növbəti. Baxaq başqa bir suala. Misal üçün baxaq nəyə? 21-ci suala. 21-ci sualda yoldaşlar hər birinə ayrı-ayrı baxırıq. Necə? Əslində bu qalın xətt ki var. Qalın xətt hərəkət edir hər dəfə. Bu ilə bir baxın. 45 dərəcə hərəkət elədi. Gəldi durdu burada. Buydu. Gəldi durdu burada. Sonra bax bu var ya bu. Bu gəldi durdu burada. Yəni bu 90 dərəcə hərəkət edir. Yuxarıdakı 45 dərəcə hərəkət edir. Gəlin bu 45 dərəcə hərəkət elətdirək. Bax bu yuxarıdakı 45 dərəcə hərəkət elədi. Gəldi bura. Sonra o gəldi bura. Sonra baxın gəldi bura. Sonra necə duracaq? Baxın düz dayanacaq. Əgər düz dayanacaqsa, hansında düz dayanma yoxdur? C variantı getdi, qalan hamısında var. Gəlin digərinə baxaq. Digərinə baxıram. Bax, bu hissə idi. Gəlin silim, hamısı bir-birinə qarışmasın.
Yuxarıdaşına baxmışdıq, aşağıdaşına baxaq indi. Deməli, baxın bu hissəm 90 dərəcə işlədi, gəldi bura. Sonra 90 dərəcə işlədi, gəldi bura. Sonra 90 dərəcə işlədi, gəldi bura. Növbəti hara gələcək? Bura gələcək. Yaxşı. Deməli, alınacaq bu qara, baxın belə. Qaldı Y və A variantım. İndi nəyə baxırıq? İndi baxırıq artıq. Hansı olacaq? Yəni, baxın, ştriklənmiş olacaq ortası, yoxsa nöqtə-nöqtə olan olmuş olacaq. Baxaq. Başda ştrik nə var burada? Nöqtə-nöqtə olan, sonra nöqtə-nöqtə olan ortadan yoxa çıxır. Nə gəlir? Bundan bu eyni, baxın, dama. Bu nədir? Üstəgələk deyə, üstəgələk. Üstəgələk burada da var. Artıq ştriklənmiş gəlir. Bir dənə ortaya ştriklənmiş fiqur çıxır. Ştriklənmiş fiqur artıq bir dənə olaraq getməyəcək. Yəni, digərində də davam edəcək. Başda bu nöqtələnmişi gedib artıq gəlməyəcək. Ona görə ştriklənmiş olaraq davam edəcək. Yəni, A variantım doğru olmuş olur. 21-ci sualdır və bunlara necə yanaşırıq? 21, 22-ci sual, 22-yə baxaq, 23-ə baxaq. 23-cü sualda, deməli, əgər baxsanız, hər dəfə yarısı azalır. Yəni, bir hissəsi gedir. Bax, bu hissəsi yoxdur. Bu hissəsi getdi növbəti, baxın. Sonra bu hissəsi getdi. Baxın, burada yoxdur. İndi nə olacaq? Bu hissəsi gedəcək. Yəni, bu hissəsi getmiş olacaqsa, A variantı səhvdir, B variantı səhvdir. Yaxşı, bunlar gedir. Ortadakı var. Ortadakı nə edir? Çoxalır. Getdikcə artır. Görək necə artıbdır. Ortadakına da baxandan sonra variantımız çıxacaq. Yenə dediyim kimi, fərdi baxırıq. Hər bir fiqura, hər cizgiyə, nöqtəyə ayrı baxırıq. Bax, bu biraz uzanıbdır. Balacaydı. Düzdürmü? Baxın, balacaydı. Uzandı biraz. Sonra bu hissəsi biraz da uzandı. Bu hissəsi uzandı. Sonra nə edəcək? Biraz daha uzanacaq. Biraz daha uzanacaqsa, baxın, bunun bu hissəsi silinməyəcək. Getdi. Bu hissəsi var idi. Buradan silinməyəcək. Getdi. Y variantına baxın. Bu hissəsi ki var, olduğu kimi dayanıb. Sadəcə bu balaca hissə nə edibdir? Artıbdır. Yəni, artmalı idi, bəli. Y variantı doğru cavabımız olmuş olar. 24-cü sualda buradakı üstəgələklər get-gedə bir-birinə yaxınlaşır. O cür baxacaqsınız. Sonra fərqli bir suala baxaq. Baxaq, misal üçün nəyə? Fərqli bir sual deyək. Misal üçün, baxaq 30-cu suala. 30-da da baxaq 31-ə də. 30-cu sualda, əgər fikir versəniz, baxın, qara hissəm buradaydı, gəldi bura. Buradaydı, gəldi bura. Növbət keçək bura, düzdürmü? Bura keçəcəksə, bütün variantlarım doğrudur. Gəlin, ondan sonra nəyə baxaq? İstiqamətlərinə baxaq. İstiqamətlərinə baxsaq, hər dəfə üzünü çöndərir. Yəni, necə deyək? Çöndərdi. Bu çönmür əslində. Bu sadəcə keçdikcə, baxın, bundan keçir buna. Düzdür. Bu necədə eldə dayanıbdır. Amma bu tərsinə çevrilir. Baxın. Buna baxın. Hansından keçibdirsə, o tərsinə çevrilir. Digər olduğu kimi dayanır. Və bundan keçib buna da növbəti halda doğrudur. Bu olduğu kimi dayanıb burada. Amma bunun istiqamətinə baxın. Üz çöndərib. İndi buna baxın. Keçəcək hara? Bura. Bura keçəcəksə, olduğu kimi dayanacaq və içi rənglənəcək. Olduğu kimi dayanıb içi rənglənəcəksə, qaldı A, B, Y variantı. Və bu hansından keçdi? Üçüncüdən keçdi, düzdürmü? Bu üçüncü tərsinə çevriləcək. Tərsinə çevriləcəksə A variantında kimi olmayacaq. Qaldım B ilə Y-nin arasında. B ilə Y-nin arasında baxıram ki, altdakı ikisi eynidir. Fərqli olan üst tərəfdir. Yəni, üst tərəfə baxış görək necə dəyişibdir. Biz dedik ki, qara hansına keçirsə, o üz döndərir. Qaranın hansından keçirsə, bundan keçirsə, bu üz döndərir. Baxaq, bu eynidir. Bəli, eynidir. Bu eyni qalıb, eyni qalıb. İndi, bu ikisi fərqlənir də, düzdür. Bundan keçir buna. Baxın, burada bundan keçdi buna. Onda sonra qalan digər ikisinə baxaq. Bu eynidir. Bu eynidir. Yəni, dəyişmir. Sadəcə qara hansından keçirsə digərinə, sadəcə o dəyişir. İndi baxın, bundan buna keçəcəksə, bu ikisi arasında yer dəyişmə olacaq, düzdürmü? Üstdəki iki dənəsi dəyişməyəcək. Üstdəki iki dənəsi necədə yerdə duracaq? Eyni B variantında kimi. Yəni, bu tərsinə çevrilməyəcək. Yəqin ki, hər birinizə aydın olmuş olar. Növbəti baxaq 31-ci suala. Görək bizdən nə soruşur burada. Deməli, nə edirik dostlar? Baxırıq yenə eyni qayda. Eyni bir şey tapırıq, sonra onun istiqamətinə baxırıq. Eyni bir şeyi mən burada tapmışam, baxın bu hissəni.
Bu hissə neyniyib? Keçib bu tərəfə. İstiqamətin boş verin, hələ harada duracağını müəyyənləşdirək. Sonra keçib yuxarı, sonra keçsə burada, düzdürmü? Bu hissəyə keçəcəksə D getdi, Y getdi, C getdi. Qaldım A və B-nin arasında. A və B-nin arasındakı fərq elə bax bunun istiqamətidir. Yəni buradakı həm onun içərisində balaca bir dənə də qara üçbucaq var axı. Gəlin o üçbucağa baxaq. Bu üçbucaq buradaydı, keçdi bura. Düzdürmü? Tərsinə deyək ya. Sonra keçdi yenə aşağı. Baxın, keçsə yuxarı. Bax belə deyək də, aşağıdaydı. Qarşı olaraq keçdi bura. Bu yenə keçdi bax aşağı hissəyə, yenə keçsə yuxarı hissəyə belə duracaq. Yuxarı hissəyə keçəcəksə, hani A variantı doğru olmuş olar. Baxın burada yuxarı hissədədir, aşağı hissədə durmayacaq. B variantda getmiş olar. Sonra növbəti baxaq. Burada baxacaqsınız 32-də. Həm baxın bir dəfə belə durdu, bir dəfə belə durdu, belə durdu və növbəti yenə necə deyək? Bu hissədə durursa belə dayanacaq. Belə dayanacaqsa D variantım doğru olmuş olur. Hə, Y variantım da var. Y variantından səhv olur. İndi baxaq. Tam dəqiq qərar verməyək. Baxıraq deməli nəyə? Çünki ikisinin də duruşu eyni idi. Baxıram bu balaca ağ dairəyə. Neynədir? Bax, bir addım deyək, gəldi aşağı. Bir addım gəldi bura. Növbəti gələcək bura ortaya. Ortaya gələcəksə D variantı elə düzgün olmuş olur. Baxıram başqa bir suala. Necə bir suala baxaq. Baxaq 35-36-ya, həmçinin 37-yə. 35-ci suala baxsaq. 35-ci suala baxsaq, görürük ki, baxın, burada bir dənə xət var. Burada 2 dənə xət var. Burada 3 dənə xət var. Burada 4-5 dənə xət oldu. Bir dənə gözləyin, necə yanaşarıq buna. Əslində düzgün bir yanaşmadır. Sadəcə baxın, hə, bu ardıcıllıqda 5 dənə xət var. İndi fikirləşirsiniz ki, 4 olmalıydı, 5 oldu. Amma əslində bu ardıcıllıq ki var. Bu ardıcıllıq Fibonacci qaydasıdır. Bilmirəm ardıcıllıqlar mövzusuna baxmısınız ya yox. Baxmamısınızsa gedin baxın orada. Fibonacci qaydasından danışmışıq. 1 ilə 2-ni toplayır, yazır 3. 2 ilə 3 toplayır, yazır 5. İndi 3 ilə 5 toplayacaq, yazacaq 8. Yəni 8 xətt olanı götürəcəyik. 8 xətt burada C variantındadır. Növbəti 36-ya gəlirəm. Həm oxların istiqamətinə baxacağam, həm də necə olduqlarına. Baxın, ilk öncə baxaq birinci oxların istiqamətinə. Burada necədir? Burada 2 dənə yuxarı baxan ox var, düzdürmü? 2 dənə yuxarı baxan. İndi ikincidə 2 dənə eyni nədir? 2 dənə sağa baxan ox var. Burada 2 dənə sola baxan ox var. Növbəti aşağı keçirəm. Yenə 2 dənə sağa baxan. Baxın, 2 dənə yuxarı baxan. Növbət nə olmalıdır? Bax, bundan 2 dənə oldu, bundan 2 dənə oldu. Sola baxandan 2 dənə olmalıdır. Sola baxandan 2 dənədirsə C variantı getdi. B qalır, A qalır. Buradakılar sağa baxır. Buradakılar sola baxır yenə. Qaldım hansıların? A, B, Y-nin arasında. İkisində də 2 dənə sola baxan xət var, ox var deyək, ya belə deyək. Fərqi yoxdur. Yaxşı, gəlin indi nəyə baxırıq? Bunların hansında olduğu silməyim. Baxın, burada həmin oxlar neçənci sırada durub? Birinci və üçüncü yerdə dayanıbdır. Burada həmin oxlar harda dayanıbdır? İkinci, dördüncü yerdə dayanıb, düzdürmü? Burada harda dayanıbdır? Burada birinci, dördüncü yerdə dayanıb. Növbəti. Keçirəm aşağı. Görürəm ki, burada necə dayanıbdır? İkinci, üçüncü yerdə dayanıb. Burada isə 2 dənə yuxarı baxan demişik. Yəni, üçüncü, dördüncü yerdə dayanıbdır. İndi baxıram, baxın. 1, 3 ilə kombinasiya alınıb. 1 ilə 4-ün kombinasiyası alınıb, 1 ilə 2 qalırdı. 1 ilə 2-ni qoyacağım bura. Əgər incə rəqəmlərə baxsam, misal üçün 2-yə baxsam, 2 4 ilə alınıb, 3 ilə alınıb. Nə ilə alınmayıb? 1 ilə alınmayıb. 3-ə baxıram. 3 həm 1 ilə kombinasiya olunub, həm 2 ilə, həm də 3 ilə kombinasiya olunub. 4 də eyni qayda, həm 1 ilə, həm 2 ilə, həm də 3 ilə. Demək ki, elə 1 ilə 2-nin kombinasiyası qalır. 1 ilə 2 həmçinin necə baxan olacaq? Sola. Variantın B variantı olmuş olar. 37-ci sualda bunların baxın cüzgə əksidir. Rəqəmlərin cüzgə əksi. 1, 2, 3, burada 4-dür, 5-dir, 6-dır, 7-dir və növbəti bizdən soruşacaq. 8, 8 necə dayanır? Baxın, C variantındakı kimi. Növbəti başqa bir suala keçək. Başqa suala keçək. Baxaq, görək necə bir suala baxaq.
43. 43-cü suala çox tələbə baxanda deyir ki, bunların hamısı eynidir. Mən hansı ilə götürüm? Hansı ilə götürüm deyəndə yoldaşlar yoxlayırıq. Necə yoxlayaq? Baxın hələ. Görürəm ki, buradakı qaradan götürürəm. Ya bura gəlib, ya da ki, belə deyək, ya bura gəlib, ya da bura gəlib. Yoxlayım da. Baxın, əgər bura gəlmiş olsa, tutaq ki, belə deyək də, bura gəlmiş olsa, belə aşağı deyək, bir addım. Tutaq ki, buradan bura gəlir, bir addım. Sonra bir addım buradan bura gələcək, düzdürmü? Baxın, bura gəlibdir, gəlməyib. Demək ki, nə edib? Sola yox, sağa hərəkət eləyibdir. Bunları silirik, başlayırıq. Sağa hərəkət elətdiririk. Ay, bir dəyini bağışlayın. Çox getdik. Deməli, bu buradan 2 addım nə edib? Sağa gəlibdir. Yenə baxın, burada dayanıb da eyni qayda. Baxın, burada dayanıb elə bil. İndi bu nə edir? 2 addım sağa gələcək, dayanacaq burada. Bəli, dayanıbdır. İndi bunu 2 addım sağa hərəkət elətdirirəm. 1 və 2 desək, bu hissəyə gəlib düşmüş olacaqdır. Yenə düşməyibdir. Fərqli baxaq ondasa. Ondan sonra fərqli bir yanaşma ilə yanaşaq. Gəlin belə baxaq. Qaralarla hərəkət edə bilmiriksə, qaraların çünki hamısı eynidir. Və onlarla hərəkət edə bilmirik. Onların hərəkətini izləyəndə gəlir hansısa birində səhv çıxır. Onda nə edərik? Yəni ağlarını gedək. Bu 2 dənə ağ qoşadır. 2 dənə ağ qoşadır. Burada da 2 dənə ağ qoşalarımız var. Ondan sonra nə edirik? Gəlin bir dənə ağ burada tək qalıb. Bunun hərəkətinə baxaq. Bunun hərəkəti. Baxıram ki, gəlib düşüb bura. Bu tərəfdən gəlim. 1, 2, 3. Gəlib düşüb bura. 3 addım. Ondan sonra bu ağ hərəkət 3 addım. Hansı tərəfə? Sola. Aha. Yenə indi buna. Baxıram ki, 1, 2, 3. Düşdü bura. Düzdürmü? İndi buna baxıram. 3 addım. Hansı istiqamətə gedəcək? Sola. Baxın, 1, 2, 3. Düşdü bura. Bu dəfə doğru tapmışıq. 3 addım gəlsə, 1, 2, 3. Tək düşəcək, bax bura. Tək ora düşəcəksə, bu getdi, bu getdi. C variant doğrudur və salamə digərləri də səhvdir. Deyirsiniz, ağ var, bu qoşu olan ağdır. Tək ağı baxın, bura düşüb. Tək ağı baxın, bura düşübdür. Növbəti, baxaq başqa bir suala. Məsəl üçün, baxaq 50-ci suala. 50-ci sualda yenə eyni qayda. Baxıram balacaların hər birinin ayrı-ayrı hərəkətinə. Hansına baxaq? Misal üçün baxaq, baxın buna. Nə edibdir? 2 addım gəlibdir sola. 2 addım sola gəlibdirsə, yenə 2 addım. 1, 2. Baxın, gəlib bura. 2 addım sola düşəcək. 1, 2. Aşağı hissədə dayanacaq. Aşağı hissədə dayanacaqsa, C-də dayanıbdır. Sadəcə ağ girib içinə baxacaq indi ona. Girirmi, girmirmi? Burada da dayanmayıb, ona görə sildim. Növbəti indi başqa birinə baxaq. Gəlin baxaq, nəyə? Qaraya baxaq. Qara dama nə qədər hərəkət edibdir? Baxın, buradan gəlib çıxıb bura. Yəni 1, 2, 3, 4. 4 addım hərəkət elədi. Yenə, bax buradadır, gəlib çıxıb bura. Yəni 1, 2, 3, 4. İndi 4 addım hərəkət eləyəcək. 1, 2, 3, 4. Gəlib düşəcək aşağı hissəyə. Baxın bura. Bura düşəcəksə hansı variantdır? B getmişdi onsuz, Y də düşməyib, A da düşməyib. Cavabım C variantı olmuş olur. Növbəti 51 məncə asan sualdır. Ondasa başqa bir suala baxaq. Növbəti baxaq necə bir suala. Baxaq 56-cı suala. Gör necə bir sualdır. Yenə hərflərdir. Yenə baxaq necə yanaşarıq. Biraz da böyüdüm sizlər üçün. Devam edəsək. Deməli, baxıram ki, A hərfinə fikir verin. A hərfi burada heç birində görünməyib, amma burada görünübdür. Yəni, burada da görünməyib. Yəni, A hərfi elə durduğu yerdə durubdur. Fərqli birinə baxsaq, D hərfi burada eyni idi, burada eyni idi, burada eyni idi. Bu nə deməkdir? Hərflərin heç biri yerini dəyişmir. Baxın, K hərfi buradaydı, buradadır, eynidir. Sadəcə qara keçib üstünə deyə görünmür. Sadəcə yerini dəyişmir. C hərfi buradadır, yenə buradadır. Bu nə deməkdir? Deyir ki, mənə hərflərin yerini dəyişmir. Buna görə gəlin variantlardan ələyə bildiyimizi ələyək, sonra qaraların hərəkətinə keçək, baxaq görək. Necə hərəkət eləyirlər?
Deməli, əgər hərflərim yer dəyişdirib, E hərfi bəli buradadır. D hərfi dedik ki, baxın ikincidə idi. İkisində də ikincidə idi. A hərfi, A variant getdi. D eyni yerdədir, K eyni yerdədir, F eyni yerdədir. B variant duracaq. A eyni yerdə, K eyni yerdə, F eyni yerdə. E hərfi bura A-nın yeridir. Bu getdi. K buradadır, C buradadır. Düzdür. İki variantımız getmiş oldu. Gəlin baxaq. Bu bir dənəsi var. 2-2 hərəkət edir. Yox, burada ayrılıbdır. 2-2 hərəkət eləmir. Demək hər birinə ayrı-ayrı baxacağıq. Gəlin ayrı-ayrı baxaq. İlk öncə buna baxıram. Baxın buradadır. Sonra keçdi A-nın üstünə. Bir vahid hərəkət edir. Sonra baxın keçdi D-in yerinə. D-in yerinə, sonra keçib K-nın yerinə, indi hara keçsə F-in yerinə. Yəni F-in üstü örtülü olacaq. F-in üstü örtülü olacaqsa cavabımız çıxdı. Və bu qədər. Sonra devam edirik. Yenə buradakı oxlara ayrı-ayrı baxacaqsınız. 57-ci sualda. Fərqli baxaq. Fərqli baxaq nəyə? Fərqli sual. Misal üçün 60-cı suala baxa bilərik. 60-cı sualda baxıram ki, burada əgər fiqurları fərqli fiqurlar veribdirsə, misal üçün burada veribdir 3, burada veribdir 4, burada 4. Bunlara mütləq baxın. Burada verib 6, burada verib 5. 5 bucaqlı. Yəni 5 nəyi yazıram? 5 bucaqlıdır. Onu yazıram. Bu neçə bucaqlıdır? 10 edir elə bilirəm ki 10. 3, 4, 5, 6, 7, 8. 8 elədi 10 eləmədi. Qaydaq 8 yazaq bura. Bu da 8 bucaqlıdır. Əslində buna paralel olaraq yanaşsaq daha düzgün variant alarıq. Baxın 3, 4, 5. Bura olacaq 6. Yəni sadəcə içindəkiləri demirik ya hələ. Sadəcə neçə bucaqlı olduğunu deyirik. 3 oldu, 4 oldu, 5 oldu. İndi olacaq burada neçə? 3, 4, 5, 6. Düzdürmü? 6 bucaqlı bir fiqur axtarırıq. 6 bucaqlı bir A variantıdır. Bir də C variantıdır. İndi desəz ki, bəs bu bizlər, baxın 4, 6, 8. Bunlar da belə baxa bilərik. Sadəcə sual şərəsinin cəbçisinə çıxa bilmirik deyə. Ona görə buradan baxırıq. İndi içlərinə baxıram bunların. Bu 5'dir. Bu 6'dır. 6'dır. Bəli, 5'dir, 6'dır. Bu neçə oldu? Bunun içərisində 9 dənədir. Yəni hər birindən 2 vahid çoxdur. Səhv hesablamışım burada. 6 deyil, saymışam daha doğrusu. 7 eləyir. Başlayın. Buradakı 7 alınacaq. Səhv saydığımız üçün yeni səhv çıxdı. Bu elədir 7 dənə burada, içində burada 9 dənə, 5, 7, 9 demək ki, içində 11 dənə olan olacaq. 11 dənə hansındadır? C-də deyil, A variantı doğru variant olmuş olur. Fərqli bir suala baxaq. Baxa bilərik buradan. Əslində baxsanız elə, demək olar ki, bütün suallar eyni tiplidir. İndi eyni tip olmayanları mən sizə deyəcəyim, onları başa düşəcəksiniz. Misal üçün eyni qayda ilə gedir. Bax, 68-ci sualda. Bir-bir izləyəsiniz. Fərqli fiqurları götürüb bir-bir izləyəcəksiniz ki, bu necə hərəkət elədi. Misal üçün, baxaq 70-ci suala. Deyək ki, 70-ci sual biraz fərqlidirsə, yanaşıq görək necədir. Baxın, bunları belə, bunları göz olaraq, bunu burnu olaraq, bunu da ağzı olaraq fikirləşib gəlin bunlara. Deyək ki, necə deyərik. Baxın, burada gözləri kvadratdır. Gözləri nədir? Üçbucaqdır. Burada rombdur. Nə qaldı? Başqa fiqur. Dairə oldu da. Demək ki, gözləri dairə olacaq. Bu getdi, bu getdi. Növbəti, burnuna baxaq. Burnu üçbucaqdır. Burnu rombdur, burnu dairədir. Nə qaldı? Kvadrat qaldı mı? Burnu kvadrat olacaq. A düzdür. D getdi, Y qaldı. Gəlin indi nəyə baxaq? Bunların ağzı eynidir. Baxın, A ilə Y-yə baxın. Demək ki, üstdəki fiqura baxacağım. Böyük fiqura. Dairə, kvadrat, üçbucaq. Nə qalıb? Romb qalıb. Belə göstərmişəm, daha tez saymışıq. Olsun, problem deyil. 71-ci suala da baxaq. 71-ci sual necə yanaşarıq? Bunu qəbul edirəm 1. Bunu qəbul edirəm 1.5. Bunu qəbul edirəm 2. Bunu qəbul edirəm 2.5. Növbət nə olacaq? 3. Variantımız doğru olmuş olar. Baxıram fərqli bir suala. Fərqli bir sual. Əslində burada ağ-qara prinsipi heç birinə baxmadıq. Ağ-qara prinsipi bir dənəsini tapın, baxaq. 64 ağ-qara prinsipidir. Gəlin baxaq. Ağ-qara prinsipimiz də vardı. Deməli, necə olar?
Nəyi götürək, nədən yola çıxaq? Burada biraz mürəkkəb yaxşı düşməyib deyə bilinmir. Yoxlayaq. Baxıram ki, baxın, burada bir dənə bura qara idi. Nə oldu? Bir dənə bura ağ oldu. Düzdür. Sonra nə oldu? Baxın, buradan bura. Buradan, bax, ağ-qara prinsipi negativ qaydamızdır. Negativ. Bu nə deməkdir? Yəni, rəng tamamilə dəyişir. Bir dənə bura qara idi, ağ oldu. Sonra buradan bura keçəndə baxıram ki, sadəcə nə edib? Sadəcə 90 dərəcə saat əqrəbi istiqamətində döndərib. Sonra yenə negativ edibdir. Negativ. Yəni, ağlar qara, qaralar ağ olubdur. Fikir verin, bu üç dənəsi qara idi, ağ oldu və bu ağ idi, qara oldu. Negativ eləyəndən sonra mən nə edəcəm? 90 dərəcə hərəkət elətdirəcəm. 90 dərəcə hərəkət elətdirəndə bu qara hara gəlib düşəcək? Bax, bu sol hissəyə. Yəni, Y variantındakı kimi. Deyərsiniz, B-də də var. B-də negativ qaydası var. Həm də səhv negativ qaydası var. Gedir. Başqa baxıram 68-ci suala. Baxaq, burada negativ elə birim olmalıdır. Deməli, yenə baxıram. 1, birinci yerdədir, ikinci yerdədir, üçüncü yerdədir. Mənim axtardığımda dördüncü yerdə olacaq. C getdi. Dördüncü yerdə olacaq. B getdi. Rəngi dəyişməyib. Niyə dəyişirsən? D variantında da belə deyək, yatay vəziyyətə düşüb, bu da olmayacaq. Hə, bu fiqurdur. Mən qarışdırmayayım heç. Həmin fiqur yoxa çıxıbdır. A ilə Y-yə baxaq. Baxın, hər birində əslində bir dənə ağ vardırsa, A variantı gedər. Qalır bir dənə, baxın, axırıncı ağ, bu ağ olubdur. Bu ağ olubdur. Bu ağ olubdur, amma bu qalır. Y variantı doğru variant kimi götürə bilərik. Baxaq, fərqli bir suala. Negativ qaydası yenə çıxdıqca sizə birində izah edəcəyim. Fərqli sual baxaq. 78-dir, asan sualdır. Yenə bir-bir baxacaq suallara deyəndə, fiqurlara. Sualımız qutarda fiqur cədvəllərinə keçirik. Onun gəlin dərsini izah eləyəcəyik. 83-cü sualımıza da baxmış olaq. 83-cü sualda yenə ayrı-ayrı baxacaq. Misal üçün baxıram, bax bu qarama. Bu qara ya yerində durub, yerində durmayıbmış. Ya da hərəkət edib. Hara hərəkət edib? Baxın, yuxarı. Bura hərəkət edib. Demək ki, bu bir addım sola hərəkət eləyir. Baxın, yenə sola hərəkət elədi buradan bura. Sola hərəkət elədi bura. İndi sola hərəkət eləyəcək, burada duracaq. Bu aşağıdakı bir dənə bu qara olacaqsa, C getdi, B getdi, Y getdi. Qaldım A ilə D-nin arasında. Gəlirim, indi digərinə baxıram. Görüm o necə hərəkət eləyibdir. Bunları təmizləyim. Pozanı götürmədim. Buraları təmizləyim, baxaq ikincimə. Bax, bu qara necə hərəkət eləyibdir? Bu bura getmişdi, bunun yerinə gəlib, yəni bura gəlib. Yenə sağa hərəkət eləyir, amma 2 addım. 2 addım sağa gedibdir. Baxın, bu indi 2 addım sağa gedibmi? Və bu gedib bura. Hə, baxın, bu da buradan bura gəlmişdi axı. İkisi üstə düşüb, ona görə burada bir dənədir. İndi bu 2 addım sağa gəlibdir. 1, 2. Düşüb bura. İndi sağa gələcək. 1, 2. Düşəcək bura. Bura düşürsə, D variantım doğru olmuş olar. Bu sualımızda belə. Növbəti dərs üçün keçəcəyik biz burada fiqur cədvəllərinə. Fiqur cədvəlləri sualında görüşmək üzrə.